Bir marketdə satışlarınızı artırmaq istəyirsinizsə, rəqiblərinizdən daima bir addım öndə olmaq istəyirsinizsə və ən önəmlisi, mağazanızı rahat idarə edə biləcək bir panel axtarırsınızsa, bu bir market botu tam olaraq siz axtarandır. Bir market botundan istifadə edə bilmək üçün ilk növbədə qeydiyyatdan keçmək lazımdır. Daxil oluruq qeydiyyat bölməsinə. Burada gördüyünüz kimi bölmələr açılır. Adınızı, soyadınızı, telefonunuzu, istifadəçi adını və şifrəni daxil etmək lazımdır. Başlayaq ilk növbədə adımızı qeyd edək. Mən test olaraq qeyd edəcəm. Siz öz adınızı və soyadınızı qeyd etməlisiniz. Növbəti mərhələdə telefon nömrəsini daxil edirik, istifadəçi adı daxil edirik, şifrə yazırıq və yazdığımız şifrəni təkrar yazırıq. Bunları yazdıqdan sonra qeydiyyatdan keç düyməsinə basırıq. Və gördüyünüz kimi qeydiyyat uğurla tamamlandı. Artıq qeydiyyatı tamamladıq və bizim istifadəçi adımız və şifrəmiz var. Həmin istifadəçi adını və şifrəni bu hissəyə daxil edirik və daxil ol düyməsinə basırıq. Gördüyünüz kimi qarşımıza belə bir pəncərə açıldı. Gördüyünüz kimi hal-hazırda bir mağazamız yoxdur, yəni bota mağaza əlavə etmək lazımdır. Bunun üçün də mağaza əlavə et bölməsinə daxil oluruq və burada qarşımıza belə bir pəncərə açılır. Burada bir market login və bir market şifrə tələb edir. Bunu hardan əldə edirsiniz? Bir marketdə mağaza qeydiyyatdan keçirdiyiniz zaman bir marketin əməkdaşları login və şifrəni sizə mesajla göndərirlər. Həmin login və şifrəni bura daxil etmək lazımdır. Bir market login və şifrəni daxil etdikdən sonra əlavə edin düyməsinə basırıq və gördüyünüz kimi mağaza uğurla əlavə olundu. Burada mağazanın adı, mağazanın sahibi və mağazanın statusunu göstərir. Hal-hazırda mağaza botda deaktiv vəziyyətdədir. Mağaza ilk dəfə əlavə edildikdə deaktiv vəziyyətdə olur və daxil olmaq istədikdə bizi belə bir yazı qarşılayır. Yəni mağazanı aktiv etmək üçün mənə müraciət etməlisiniz. Mağazanı mən aktiv etdikdən sonra növbəti mərhələyə keçirik. Və budur. Mağazamız aktivləşdirildi. Hal-hazırda mağazamız bir market botunda aktiv vəziyyətdədir. İndi isə mağazanın üzərinə klikləyirik və davam et düyməsinə basırıq. Və nəhayət mağazanın admin panelinə daxil ola bildik. Burada bizi sifariş statistikası, yeni sifarişlər, çatdırılmada olan, çatdırılan, ləğv edilən, toplam sifarişlər bu kimi statistikalar gözləyir. Növbəti məhsul statistikası var, stokda olan, stokda olmayan, düzəliş tələb olunan, yoxlanılan və aşağıda mağaza göstəriciləri. Biraz daha aşağı enirik, burada satış statistikası var. Toplam neçə manatlıq mal satmısınız, bunun bir market komissiyası nə qədər edib və yekunda sizin qazancınız nə qədər olub. Bu statistikanı görürsünüz. Sonra isə mağaza məlumatı var. Burada da mağazanın adı, mağaza kimin adı, mağazanın leveli, yəni mağazalar bəzən yeni mağazalarda L1, L2 kimi levellər olur və standart, limitsiz mağazalarda da standart paketdə olur. Yəni burada standart yazılır. Burada isə mağazanın yaradılma tarixini göstərir. Biraz daha aşağı enirik və burada son sifarişlər yer alır. Gördüyünüz kimi son sifarişlərimiz də buradadır. İndi isə keçək ekranın sol tərəfinə. Ekranın sol tərəfində isə məhsullar, məhsul əlavə et, məhsulları gətir, sifarişlər, səbətdə olanlar, loqlar, dost mağazalar, WhatsApp bildirişi, bot ayarları və mağaza seç bölməsi yer alır. İndi isə keçək bölmələrlə ətraflı tanışlığa. İlk növbədə botumuzun tam aktiv vəziyyətə gəlməsi üçün bot ayarlarını düzəltmək lazımdır. Ən önəmli hissə bu hissədir. Daxil oluruq bot ayarları bölməsinə. Burada gördüyünüz kimi botun statusu hal-hazırda bağlı vəziyyətdədir. Yəni bu nə deməkdir? Mağazanız botda mövcuddur, amma botu aktiv deyil. Nə edirik? Bunu açıq vəziyyətə gətiririk. Hal-hazırda botumuzu aktivləşdirdik. Növbəti mərhələdə isə qiymət faizini düzəldirik. Minimum qiymət faizi. Bu nə deməkdir? Məsələn, siz bir məhsulu 10 manata satırsınız və bu məhsulu minimum 9 manata qədər sata bilərsiniz. Onun üçün də nə etmək lazımdır? Minimum qiymət faizini 10% etmək lazımdır. Yəni bot 9 manatdan aşağı enməyəcək. 10 manatlıq məhsul minimum 9 manata qədər satıla biləcək. Burada isə maksimum qiymət faizini düzəldirik. Maksimum qiymət faizi nə deməkdir? Məsələn, siz bir məhsulu 10 manata satırsınız və istəyirsiniz ki, o məhsul maksimum 20 manata qədər qiyməti qalxsın. Yəni bot onun qiymətini maksimum 20 manata kimi qaldırsın. O zaman nə etmək lazımdır? Bu hissəyə 100% yazmaq lazımdır. Yəni məhsulun qiyməti 100%-ə qədər qalxsın. Yox deyirsinizsə mən bu məhsulu 30 manata qədər qalxsın istəyirəm, o zaman 200 edə bilərsiniz, 300 edə bilərsiniz. Yəni artıq bu sizdən asılı olan bir səbəbdir.
Digər bölmə isə qiymət endirimidir. Bu nədir? Yəni rəqiblərdən hər zaman neçə manat və yaxud da neçə qəpik öndə olaq. Hal-hazırda botun default rəqəmi 1 qəpikdir. Yəni hər zaman sizi 1 qəpik öndə saxlamağa çalışır. Bunu öz istəyinizə görə dəyişə bilərsiniz. 1 manat edə bilərsiniz, 2 qəpik də fərq etmir. Qiymət artımı. Bu nə deməkdir? Yəni rəqiblə aranızda nə qədər qiymət fərqi yaransa, bot məhsulun qiymətini qaldırsın. Məsələn, siz məhsulu satırsınız 10 manata, rəqibiniz satır 10 manat 19 qəpiyə. O zaman bot bunun qiymətini qaldırmayacaq. Çünki 20 qəpiklik fərq yaranmır. Amma rəqib məhsulun qiymətini qaldırsa 10 manat 30 qəpiyə, o zaman 20 qəpiklik fərq yarandığı üçün bot məhsulun qiymətini qaldıracaq. Yəni bu qiymət fərqi nə qədər olsun, bunu da özünüz dəyişə bilərsiniz. Botun ayarlarını hazırladıq və bunu yadda saxlayırıq. Gördüyünüz kimi botun ayarları uğurla yeniləndi. Yəni hal-hazırda təyin etdiyimiz ayarlar artıq botun yaddaşına yazıldı. İkinci mərhələdə isə ən önəmli hissə məhsullar bölməsini hazırlamaqdır. Gördüyünüz kimi məhsullar bölməsinə daxil olduq və burada heç bir məhsul görsənmir. Nə etmək lazımdır? Məhsulları buraya gətirmək lazımdır. Yəni məhsulları gətir bölməsinə daxil oluruq. Bizi belə bir səhifə qarşılayır. Burada isə indi gətir düyməsi var. İndi gətir düyməsinə basırıq və budur. Məhsullar artıq bota əlavə olunmağa başladı. Və sonunda artıq məhsullar bota əlavə olundu. Daxil oluruq məhsullar bölməsinə və bir marketdə yer alan məhsullarınız artıq botda yer alır. Burada filtrlər var. Stok sayı, stokda olanlar, stokda olmayanlar, botun statusu aktiv olan, limiti aşan, bu kimi detallar yer alır. Aşağıda isə məhsullarınızı görürsünüz və qarşılarında da ayarlar düyməsi var. Məsələn, hər hansısa bir məhsulla bağlı fərdi olaraq düzəliş etmək istəyirsinizsə, həmin məhsulun ayarlar bölməsinə daxil olursunuz və gördüyünüz kimi belə bir pəncərə açılır. Məhsulun qiyməti, endirimsiz qiyməti, alt limiti, yəni bot qiyməti hara qədər endirə bilsin, üst limiti, yəni bot bu məhsulu hara qədər bahalaşdıra bilsin, stok sayı və botun statusu kimi məlumatlar yer alır. Bu məlumatları öz istəyinizə görə məhsullarda düzəliş edə bilərsiniz. Bu isə bizim məhsullar bölməsidir. Yəni hal-hazırda bot bu vəziyyətdə aktiv şəkildə fəaliyyət göstərir. Digər bölmələrlə bağlı da qısa məlumatlar verim və videomuzu yekunlaşdıraq. Burada sifarişlər bölməsi yer alır ki, burada siz bütün sifarişlərinizi görə bilərsiniz. Ləğv olunan, yeni gələn, təslimə hazır, paketləmədə və s. Və sonra burada seçim var ki, status seçib bütün detalları görə bilərsiniz. Məsələn, çatdırılmada olan, daha doğrusu çatdırılan bir sifarişi seçirəm, axtar düyməsinə basıram və 2 məhsulumuz artıq çatıb. Detallarına baxırıq, müştərinin məlumatları, sifarişlə bağlı məlumatlar, nə vaxt göndərilib, ödənilibmi, ödənilməyib ki, bu kimi detallar yer alır və burada telefon nömrəsi yazılan yer var ki, heç bir sifarişdə telefon nömrəsi görünmür. Yəni bununla bağlı suallar çox verilir. Təəssüf ki, müştərinin telefon nömrəsini görə bilmirik. Yeni sifarişlərdə isə bu hissədə paketləşdirmə, təslimə hazır et və ləğv et kimi düymələri olur. Siz buradan bir marketə daxil olmadan yeni gələn sifarişi paketləməyə hazır edə bilərsiniz, təslimə hazır edə bilərsiniz və yaxud da təslimə hazır bir məhsulu yenidən paketləşdirməyə qaytara bilərsiniz. Yəni bu kimi özəllikləri də var. Bundan əlavə sifarişi də ləğv edə bilərsiniz. Səbətdə olan məhsullar isə sizin hansı məhsullarınızı müştərilər səbətə əlavə edib, onları buradan görürsünüz. Yəni məhsulu sifariş verməyib, amma səbətindədir. Onu da buradan görürsünüz. Loqlar bölməsində hansı məhsulun qiyməti dəyişdi, dəyişmədi, bu kimi məlumatlar yer alır. Burada dost mağazalardır. Hansısa bir mağazaya rəqabət aparmaq istəmirsinizsə, onu dost mağazalara əlavə edirsiniz. Buradan gördüyünüz kimi mağazanın adını, əlavə qeydləriniz varsa onları əlavə etdiniz və bundan sonra bot həmin mağaza ilə rəqabət aparmır. Nə həmin mağaza ilə rəqabətdə qiymət endirmir, nə də qiyməti qaldırmır. Yəni o mağazanı görməzdən gəlir. WhatsApp bildirişi isə bir marketdə yeni sifariş gəldiyi zaman sifarişlər adi SMS-lə telefon nömrənizə gəlir, amma bu WhatsApp-da artıq birbaşa WhatsApp nömrənizi sifarişin bütün detalları, sifarişin ID-si, qiyməti, şəkli, kim sifariş verib, bu kimi bütün detallar nömrənizə göndərilir. İstədiyiniz qədər nömrə əlavə edə bilirsiniz və bütün sifarişlər birbaşa WhatsApp nömrənizə gələcək. Bot ayarlarına zaten tanış olduq. Digər bir bölmədə mağaza seçdi, qaydırıq bu hissəyə. Burada da istədiyiniz qədər mağazalar əlavə edib onları bota qoşa bilərsiniz. Qiymət məsələsinə gəlincə, aylıq ödəniş məhsul sayına görədir. Minimum tarif 70 manatdan başlayır. Qoşulmaq üçün mənə yaza bilərsiniz.